Herkese salam. Biologiya fənnindən Respublika fənn müsabiqələrinə hazırlıq vəsaitinin izahı ilə davam edirik. Deməli, bölmə 2, sınaq 2-nin izahına başlayaq. İlk sualımızda qeyd edir ki, gövdə adlandırmaq olmaz. Biz bilirik ki, it burnunun tikanı gövdənin şəkil dəyişməsidir. Yəni, it burnunun tikanı gövdədir. Kartofun yumrusu. Kartofun yeraltı zoğunun uç hissəsinin genişlənməsindən gövdə yumruları yaranır. Yəni, kartofun yumrusu gövdə yumrusudur və gövdə adlandırmaq olar. Kaktusun ətləşmiş gövdəsi, ətləşmiş hissəsi gövdədir. Yəni bunu da gövdə adlandıracağıq. Kaktusda tikan yarpağın şəkil dəyişməsidir. Gövdə isə, o ətləşmiş gövdə isə gövdənin şəkil dəyişməsidir. Noxudun bığcığı isə yarpağın şəkil dəyişməsidir. Biz noxudun bığcığını yarpaq şəkil dəyişməsi bilirik, yəni yarpaq adlandıra bilərik, gövdə deyil. Yanlışdır D bəndi. Təcrübə verilib ikinci sualımızda baxaq. Deməli bu təcrübədə necə aparılır? Öncə bitkinin yerüstü hissəsində zoğ və yarpaqlar çıxarılır. Yəni çox az bir hissədə zoğ saxlanılır burada. Və həmin hissəyə bir boru yerləşdirilir və boruda e, suyun hərəkəti izlənilir. Ümumiyyətlə bitkidə bitkinin kök təzyiqi və bitkinin sorucu qüvvəsi, yarpaqlarının sorucu qüvvəsi gövdə ilə suyun hərəkətində rol oynayır. Bir daha qeyd edək. Bitkidə gövdədə suyun hərəkətində, yəni kökdən gövdəyə doğru, yuxarıya doğru hərəkətində bir yarpağın sorucu qüvvəsi, bir də kök təzyiqi rol oynayır. Aydın məsələdir ki, bizim bitkimizdə yarpaqlar çıxarılır. Burada yarpağın sorucu qüvvəsi təsir etməyəcək. Əgər A variantında yarpaqların sorucu qüvvəsinin təyin edilməsi aparılır deyirsə, bu yanlış ifadədir. Çünki biz yarpaq görmədiyimizə görə təcrübədə, yəni götürülən bitkimiz budur. O bitki təcrübədə ikinci vəziyyətə gətirilir. Yəni onun yarpağı olmur təcrübə aparan zaman. Və biz yarpaq görmədiyimizə görə təbii ki, yarpağın sorucu qüvvəsini də müşahidə etməyəcəyik burada. Kök təzyiqini müəyyən etmək olarmı? Bəli, olar. Çünki bu təcrübədə istifadə edilən bitkidə köklər yerindədir və torpaqdan suyu, mineralı alan bitki kök təzyiqinin hesabına onu gövdə borularına doğru ötürür. Oradan da bizim təcrübədə istifadə etdiyimiz boru ilə su hərəkət etmiş olacaq. Yəni kök təzyiqini müəyyən etmək olar. Üçüncü C variantında buxarlanmanı müəyyən etmək olar. Biz bilirik ki, buxarlanma yarpaqda ağızcıqların hesabına baş verir. Əgər yarpaq yoxdursa, buxarlanmanı təmin edən ağızcıqlar da yoxdur. Biz bunu müşahidə edə bilmərik. D variantı fotosintez hadisəsini müəyyən etmək üçün aparılır. Bitkidə yarpaq yoxdur. Yarpaq yoxdursa biz burada çox cüzi yaşıl hissə təsvir edilib. Yəni əsas fotosintezi müəyyən etmək üçün burada geniş yarpaq səthi sahəsi olmalıdır. Yarpaqlarımız yoxdur. Fotosintezdə müəyyən etmək mümkün olmayacaq. Ona görə cavabımız olur B bəndi. Üçüncü sualla davam edirik. Kökün funksiyaları ilə bağlı uyğunluq hansı bənddə pozulmuşdur? Kök bitkidə ehtiyat qida maddəsi toplayır. Deməli, ambar funksiyası yerinə yetirir. Kök torpaqdan suyu, mineralı mənimsəyib, gövdəyə doğru kök təzyiqini hesabını ötürür. Deməli, nasos funksiyasını yerinə yetirir. Kök bitkini torpağa bərkidir. Deməli, lövbər funksiyasını yerinə yetirir. Lakin mikoriza lövbər demək deyil. Mikoriza odur ki, göbələk mitselləri ilə bitki köklərinin bir-biri ilə əlaqəsi, simbiozluğudur. Bu zaman göbələk mitselləri torpaqda olan su və mineralı daha sürətli bitkiyə ötürür. Bitki də özündə olan üzüm maddəni göbələyin mitsellərinə göbələyə doğru ötürmüş olur. Yəni burada mikorizada lövbər funksiyası olmayacaq. Yanlışdır, uyğunsuzdur, D bəndi. Toxumla çoxalan bitkidə toxum cücərən zaman köklərin əmələ gəlmə ardıcıllığını müəyyən edin. Biz bilirik ki, toxumla cücərən bir bitkidə toxum inkişaf edir, toxumun şem kökçüyündən inkişaf edir əsas kök. Deməli, öncə əsas kökümüz yaranacaq. Daha sonra bitkinin əsas kökünün üzərindən yan köklər inkişaf edəcək. Ən sonda bitkinin gövdəsi yarandıqdan sonra əlavə köklərin yarandığını qeyd edəcəyik. Buradan cavabımızı müəyyən edirik. 2, 1 və 3. Öncə əsas, daha sonra əsas köklərin üzərində yan köklər, daha sonra gövdə inkişaf edəndən sonra artıq əlavə köklərin adını çəkə bilərik. 5-ci sualımızla davam edirik. Metamorfozlarla bağlı uyğunluğu müəyyən edin. Deməli, metamorfoz nədir? Şəkil dəyişmə. Burada deməli, X ilə ifadə edilən kaktus bitkisində yarpağın şəkil dəyişməsidir. Kaktusun yarpağı tikana çevrilib. Y ilə ifadə edilən üzüm bitkisində gövdənin şəkil dəyişməsidir. Üzümün gövdəsi bığcığa çevrilib.
Z ilə işarə edilən kartof bitkisində gövdənin şəkli dəyişməsidir. Kartof bitkisinin gövdəsi gövdə yumurtasına çevrilmişdir. Cavabımız buradan olur B bəndi. Davam edirik 6-cı sualla. Düzgün variantı müəyyən edin. Kaktus bitkisində ətləşmiş gövdə, bəli, gövdənin şəkil dəyişməsidir. Bizə bitki verir və bitkinin vegetativ orqan şəkil dəyişməsinin doğruluğunu müəyyən etməliyik. Elə cavabımız olacaq A bəndi. Kaktusda gövdə ətləşmiş gövdədir. Gövdə şəklini dəyişərək ətləşmiş gövdəyə ehtiyac toplayan orqana çevrilmişdir. İt burnunun gövdəsi tikana çevrilib, bığcığa deyil. Üzümün gövdəsi bığcığa çevrilib, tikana deyil. Çayırın gövdəsi kökümsova çevrilib, gövdə yumurtasına deyil. Cavabımız olur A bəndi. Davam edirik 7-ci sual ilə. Deməli, cədvəl verilib. Cədvəldə X, Y, Z bitkiləri verilir və bu bitkilərin X bitkisi növbəli düzülüşdədir. Biz bilirik ki, növbəli düzülüşdə bir buğuma bir yarpaq birləşir. Qarşı-qarşıya düzülüşdə isə bir buğuma iki yarpaq birləşir. Bu rəqəm dəyişmir. Yəni minimalda da isə, maksimalda da isə biz bunların üzərində oynaya bilməyəcəyik. Dəyişmir bu rəqəmlər. Biz də minimal, maksimal cəm söhbəti edəndə topal düzülüşlü bitkinin üzərindən dəyərləndirəcəyik. Deməli, bundan öncəki sınaqların birində əslində bunu izah etmişdim ki, ola bilər ki, bəzi suallarda minimumla verə bilər. Misal üçün, buğum və ya buğum arası sayını minimumda verə bilər. Əgər maksimum verərsə, biz bilirik ki, topalı bitkidə bir buğuma 3 yarpaq birləşir. Minimum 3 yarpaq birləşir. Əgər biz buğum və ya buğum arası sayını sonda maksimal tapmaq istəyiriksə, yarpaq sayını minimal götürməliyik. Lakin burada buğum sayını və ya buğum arası sayını minimal dedikdə isə yarpaq sayını daha çox götürməliyik. Deməli, topalı düzülüşdə əgər bizə qeyd edirsə ki, 6 yarpaq var və minimal rəqəmi bizdən istəyirsə, biz bir buğumda yarpaq sayını maksimal götürməliyik. Deməli, topalı düzülüşün bizə verəcəyi buğum sayı olacaq 1. Yəni, bir buğuma 6 yarpaq götürsək, o zaman buğum sayımız minimum, yəni 1 ədəd olacaq. Amma 3 yarpaq götürmüş olsaydıq, buğum sayımız 2 ədəd olacaqdı. Bu daha maksimal rəqəm verərdi. Topalı düzülüşü izah etdiksə digərləri daha rahatdır. Deməli, topalı düzülüşün bir daha üzərindən gedək. Əgər bizə deyirsə ki, minimum buğum və ya buğum arası, mən bir buğuma birləşən yarpaq sayını daha maksimal götürməliyim. Əgər 6 yarpaq varsa, o zaman deməli 6 yarpaq deməli, daha doğrusu 6 yarpaq varsa, bəli, bir buğumdan 6 yarpaq çıxmış olacaq. O zaman buğum sayını, daha doğrusu yarpaq sayını 6-ya bölməklə buğum sayını tapıram 1. Gəlirəm növbəli düzülüşə. Növbəli düzülüşdə bir buğuma bir yarpaq birləşirsə 8 yarpaq elə 8 buğumda olacaq. Qarşı-qarşıya düzülüşdə bir buğuma 2 yarpaq birləşirsə 12 yarpaq 6 buğumda olacaq. Və buradan müəyyən edirik minimal cəmimiz olacaq deməli 15. Əgər bizə maksimal cəm desəydi, biz burada topalı düzülüşdə 6-nı 6-ya deyil, 6-nı 3-ə, yəni bir buğuma 3 yarpaq kimi götürəcəkdik və bizim 2 buğumumuz olacaqdı. Cavabımız 16 edəcəkdi və o rəqəm maksimal rəqəm olmuş olardı. Buradan cavabımızı müəyyən edirik minimum 15. Hansı bitkinin yarpaqları saplağa malikdir? Buğda oturaq yarpaqlı, qərənfil oturaq yarpaqlı, aloe oturaq yarpaqlı bitkidir. Üzüm bitkisi yarpaqları saplağa malikdir. Saplaqlı yarpaq olacaq. Davam edirik 9-cu sualla. Saxsı dipçəyin vəziyyətindən asılı olmayaraq bitkinin kökünün A istiqamətini, yəni üz aşağıya, bitkinin gövdəsinin B istiqamətini, yəni yuxarıya doğru istiqamətlənməsinə səbəb hansı amillərdir? Təbii ki, biz bilirik, bitki kökü cazibə qüvvəsinin təsiri ilə deməli aşağıya doğru hərəkət edəcək. Bitkinin gövdəsi isə işığın təsiri ilə yuxarıya doğru hərəkət etmiş olur. Deməli, aşağıya doğru hərəkətində cazibə qüvvəsi, yuxarıya doğru hərəkətində isə işığın təsiri rol oynayacaq. Yəni, işığa doğru istiqamətlənmiş olacaq. Cavabımızı müəyyən edirik D bəndi. 10-cu sualla davam edirik. Təcrübə tipli sualdır və aşağıdakı dipçəyin içərisinə su ilə dolu şüşə boru yerləşdirilib. Deməli, dipçəyin bir hissəsindən içərisində su ilə dolu bir boru yerləşdirilib və borunun ucuna rəngli boyalı bir damla, qırmızı rəngdə boyalı bir damla qoyulur. Və bizə qeyd edir ki, içərisində su olan bu boruda həmin damlanın ox istiqamətində, yəni dipçəyə doğru, yəni sıfırla işarə edilmiş hissəyə doğru hərəkətində, daha sürətli hərəkətinə hansı amil səbəb olar? Sualın məntiqi nədən ibarətdir? Mən bitkidə suya olan tələbatı artırmalıyam. Bitkinin suya ehtiyacı artsa, borudakı suyu tez çəkəcək və daha sürətlə damla irəliləmiş olacaq. O zaman bitkinin daha çox su ehtiyacına, daha çox su itirib torpaqdan suyu mənimsəmək ehtiyacı yaranmasına səbəb olan amilləri müəyyən etməliyik. Baxıram, buxarlanmanın sürəti. Buxarlanma nə qədər çoxdursa, bitkinin suya olan tələbatı da bir o qədər artır. Bəli, buxarlanmanın sürəti artdıqca boruda hərəkət edən damla daha sürətli irəliləmiş olacaq. Bu doğru fikirdir.
İkinci, küləyin şiddətinin azalması. Sadə bir nümunə ilə, hətta təbiət dərsliyində verilmiş bir nümunədir bu. 6-cı sinif təbiətdə verilmiş bir nümunədir. Və burada qeyd olunur ki, misal üçün, biz ipdə asılmış paltarı bir küləkli havada qurumasını düşünək, bir də sakit havada qurumasını düşünək. Təbii ki, küləkli havada paltarlar daha tez quruyur. Amma sakit havada nisbətən daha gec quruyur. Səbəb ondan ibarətdir ki, e, küləyin şiddətinin çox olması buxarlanmanı artırır. Küləyin şiddətinin az olması isə buxarlanmanı azaldacaq. Buxarlanma azdırsa bitki az su itkisi verib deməkdir. Bitki suyu az itiribsə suyu olan tələbatı azalır. Bu zaman torpaqdan çəkdiyi su da azalmış olacaq. Buna görə də boruda suyun o damlanın hərəkət sürəti azalmış olacaq. Yəni küləyin şiddətinin azalması buxarlanmanı azaldır. Buxarlanma azdırsa bitkinin suya olan tələbatı azalır. Tələbat azalırsa bitki torpaqdan suyu çəkmir, daha az çəkir. Damla da irəliləmir. Bu şəkildə nəzərimizdə saxlayaq. Rütubətin artması. Ətraf mühitdə rütubət çoxdursa, bitki suyu az buxarlandırır. Az buxarlandıranda, belə deyək, suya olan tələbatı, bitkinin ümumiyyətlə suya olan tələbatı azalır. Suya olan tələbat azalırsa, bitki torpaqdan suyu çəkmir. Çəkmirsə, boru ilə damla da hərəkət etməmiş olacaq. Bu da səbəb olmayan amildir. Səbəb olan amili C kimi yəni yalnız bir kimi müəyyən etdik. Bu da C variantında oldu. Yanlışı müəyyən edin. Mürəkkəb yarpaq verilib diaqramda və bəzilərinə müsbət, bəzilərinə isə mənfi işarə qoyulub. Baxırıq akasiya. Akasiya tək lələkvari mürəkkəb yarpaq quruluşuna malikdir. Yəni mürəkkəb yarpaqdır. Tək lələkvari mürəkkəb yarpaq. Fikir doğrudur və təsdiqlənib. Deməli, bu ifadə doğrudur. Götürmürük. B variantı. Noxud iki qat cüt lələkvari mürəkkəb yarpaq quruluşundadır. Deməli, noxud cüt lələkvaridir. Cüt lələkvari mürəkkəb yarpaqlı olan bitki burada da təsdiqlənib fikir. Ona görə götürmürük. Gəlirik C variantı. Ağcaqayın sadə yarpaqlı bir bitkidir. Ağcaqayın da əgər sadə yarpaqdırsa, yəni mürəkkəb yarpaq deyil, bu da fikri yəni yanlışdır. Ona görə yanlışa da yanlış qoyub, o zaman bu ifadə də doğrudur. Gəlirik D variantına. D variantında at şabalıdır. Barmaqvari mürəkkəb yarpaq quruluşundadır. Yəni at şabalıdır. Əslində mürəkkəb yarpaqdır. Amma fikri burada inkar etdiyi üçün, yəni doğruya yanlış qoyduğu üçün biz bu cavabı yanlış olaraq götürəcəyik. Yəni bu sualların prinsipi odur ki, doğruya doğru, yanlışa yanlış. Yəni bizim təsdiqlədiyimiz fikri diaqram da təsdiqləyirsə, bu ifadə doğrudur. Bizim təsdiqlədiyimiz fikri diaqram inkar edirsə yanlışdır. Və ya misal üçün biz inkar etmişik, o da inkar edibsə bu fikirdə doğru səslənir. Burada D variantında barmaqvari düzülüşdür. Barmaqvari mürəkkəb yarpaqdır, at şabalıdır. Biz fikrin mürəkkəb olduğunu, yəni yarpağın mürəkkəb olduğunu təsdiqləyirik, lakin bu inkar edirsə, bu fikir, bu cavab yanlış kimi götürülür. Davam edirik 12-ci sualla. 12-ci sualda hava keçirməyən şüşə qab qaranlıq mühitdə yerləşdirilib və verilmiş təcrübənin sonunda manometrdəki civənin ox istiqamətində hərəkət etdiyi görülür. Deməli, manometrin öncə qurğunun bir mahiyyətini başa düşək. Burada manometrdəki civənin ox istiqamətində hərəkəti o deməkdir ki, bu qabın içərisində qazların təzyiqi azalmış olsun, yəni qazlar azalmış olsun, belə deyək. Və civənin ox istiqamətində hərəkət etməsinə hansı amil daha sürətlə səbəb olar? Yəni daha sürətli şəkildə civənin qısa zamanda ox istiqamətində hərəkətinə səbəb olar qeyd edilir. Və qurğunun içərisinə nəzər salaq. Qurğu qaranlıqdadır. Yəni bitki fotosintez etmir. Və bir də karbon tutucu bir maddə qoyulub mühitə. Yəni bu bitki fotosintez etmirsə aydın məsələdir ki, mühitdə olan oksigeni istifadə edir. Deməli bitki mühitdən oksigeni azaldır. Və bitki karbon qazını ayıran kimi tənəffüs zamanı karbon qazını ayırır. Karbon qazını ayıran kimi də karbon tutucu maddə də karbon qazını tutur və deməli mühitdə karbon qazı da azalmış olur. Deməli oksigen qazı azaldı. Karbon qazı azaldısa mühitdə qazların təzyiqi azaldığı üçün boruda olan qaz içəriyə doğru istiqamətlənmiş olur və belə desək təzyiq azaldıqca manometrin o civəsinin ox istiqamətində hərəkəti dəyişir. Yəni ən sürətli dəyişmə harda olacaq, indi ona baxmalıyıq. Daha doğrusu, bəli, ox hərəkətinin daha sürətli səbəb olur. Deməli,
Biz sualın mahiyyətini başa düşdüksə cavablara keçə bilərik. Deməli, burada nə oldu? E, Karbon tutucu maddə karbon qazını azaltdı və bitki də daha doğrusu tənəffüs edirsə oksigen miqdarını azaltdı. Deməli, həm bitkinin oksigeni azaltması, karbon tutucu maddənin karbon qazını azaltması o istiqamətində, hərəkətində rol oynayır. İndi bunu daha sürətli etmək üçün nə edə bilərik? Biz buradan daha çox qaz çıxarmalıyıq. Yəni qazın daha tez tutulmasına, yəni karbon tutucu maddə kimi yenə bir başqa bir məhfum ora daxil edilməlidir ki, yəni belə deyək, mühitdə olan oksigeni misal üçün utsa, azalmış olacaq orada qazların təzyiqi. Misal üçün təcrübələrlə gedək. A variantında şüşənin içərisinə canlı sıçan qoyduqda, şüşənin içərisinə canlı sıçan qoysaq, bu sıçan karbon qazı hasil edir tənəffüs zamanı. Karbon qazı tutucu maddə ilə tutulur. Oksigen qazını isə sıçan tənəffüs zamanı özü udur. Deməli, mühitdə olan oksigen qazını həm sıçan udur, həm bitki udur. Mühitdən ayrılan, yəni o sıçanın tənəffüsündən və bitkinin tənəffüsündən hasil olan karbon qazı isə karbon tutucu maddə odur. Deməli, mühitdə oksigen azalır, karbon azalır və sürətlə azalmanı biz burada görmüş olacağıq. Deməli, bir daha sualın mahiyyətini bir daha toparlayaq. Deməli, bizim məntiqimiz ondan ibarətdir ki, bu qabın içərisində qazları ən sürətli şəkildə necə azalda biləriksə, o civənin o istiqamətində hərəkətini daha sürətlə təmin etmiş olacaq. Və mən bura bir sıçan qoysam, sıçan tənəffüs edir. Sıçan tənəffüs zamanı oksigen udur. Bitki də tənəffüs zamanı oksigen udur. Bitki tənəffüs zamanı karbon qazı ayırır. Sıçan da tənəffüs zamanı karbon qazı ayırır. Deməli, ayrılan karbon qazını karbon tutucu maddə odur. Mühitdə qaz demək olar ki, çox az qalır və ayrılan oksigen də bitkinin belə deyək, mühitdə olan oksigeni də deməli mühitdə olan oksigeni də sıçan və bitki istifadə edir və mühitdə oksigen də azalmış olur. Mühitdə oksigeni canlılar azaltdı, mühitdə karbon qazını isə karbon tutucu maddə azaltdı. Deməli, mühitdə qazlar azalmış oldu. Qaz azaldıqca, həmin o təzyiq azaldıqca monometr civəsi ox istiqamətində daha sürətli hərəkət edir. İndi baxaq, karbon tutucu maddənin çıxarılması. Karbon tutucu maddənin çıxarılması mühitdə qazın daha çox qalması deməkdir. Bayaq necə idi? Mühitdə bitki oksigen udurdu, karbon qazı ayırırdı. Karbon tutucu maddəni deməli maddə hesabına karbon qazı tutulurdu deyə mühitdə qaz az qalırdı. Amma indi oradan mən karbon tutucu maddəni çıxarsam mühitdə qaz çox qalacaq, təzyiq daha çox olmuş olacaq. Ona görə karbon tutucu maddənin çıxarılması əksinə hərəkət etməməsinə səbəb olacaq. Şüşə içərisində temperaturu 10 dərəcəyə endirdikdə, temperatur düşdükcə tənəffüsün tezliyi azalır. Bitki daha az tənəffüs etməyə başlayır. O zaman mühitdən daha az oksigen istifadə etmiş olacaq, daha az karbon çıxaracaq. Karbon tutucu maddə karbonu da bilməyəcək, çünki az çıxır və bitki də tənəffüs edə bilmədiyi üçün oksigeni udmamış olacaq. Yəni tənəffüsün tezliyi azaldıqca qazların istifadəsi də azalmış olacaq. Burada da təzyiqin enməməsi deməkdir. Yəni tənəffüsün tezliyinin azalması qazların təzyiqinin azalmaması anlamına gəlir, belə deyək. Qabın içərisi işıqlandırıldıqda bitki fotosintez edəcək. Fotosintez zamanı bitki ətraf mühitdən karbon qazını udur, ətraf mühitdə nə verir? Oksigen verir. Oksigen verdikcə deməli karbon tutucu maddə karbonu tutması azalır və bitki burada karbonu tutaraq çünki yəni olan karbonu bitki istifadə edir də. Bitki karbon qazını istifadə edir mühitdən və oksigeni ayırır. Oksigen ayrılıb mühitdəki maddə karbon tutucu maddədir. Oksigeni tutmur. Burada oksigen qazının miqdarının artması deməkdir. Bir daha deyək, işıq yandığı zaman bitki ətraf mühitdəki karbon qazını istifadə edib fotosintezə sərf edir. Karbon tutucu maddə bunu tuta bilmir, belə desək. Karbon qazını bitki istifadə etdi. Bitki karbon qazını istifadə edib oksigen qazını ayırır və karbon tutucu maddə aydın məsələ ki, oksigeni uda bilmir. Bu karbonun çökməsini təmin edir, yəni karbon qazının tutulmasını təmin edir. Ona görə mühitdə oksigen qazının miqdarı artmış olacaq. Mühitdə oksigen qazının artması, yəni hər hansı bir qazın artması mühitdə monometrin o istiqamətində hərəkət etməməsi deməkdir. Biz nə etməliyik? Olabildiyincə bu mühitdən qazları sürətlə çıxartmağa, sürətlə azaltmağa çalışmalıyıq. Bunu da edəcək ən böyük, ən rahat vasitə sıçanın əlavə edilməsidir ki, sıçan ora qoyulmuş olsaydı,
karbon qazını ayırır. Ayırdığı karbon qazını karbon tutucu madde odur. Bitki karbon qazını ayırır, onun ayırdığını da karbon tutucu madde odur. Və bu iki canlı həm bitki, həm sıçan mühitdən oksigeni də istifadə edir. Deməli, olan oksigeni canlılar istifadə edir, olan karbon qazını da karbon tutucu madde odur. Və burada minimal şəkildə qaz qalır. Bu da səbəb olur oxun istiqamətində civənin hərəkətinə. Cavabımız olur A bəndi. Aşağıdakı təcrübədə tərəzi tarazlıqdadır. Bizə verilir nə? İşıqlı bir mühit. İşıqlı bir mühit isə bitki üzərinə işıq şüası düşür və bitki fotosintez edir. Və bu təcrübə, bu mühitdə aparılan təcrübə haqqında doğru fikir istəyir bizdən. Bir müddətdən sonra tərəzinin B istiqaməti ağır olacaq. Bu doğru fikir kimi səslənir. Nəyə görə? Çünki bitki üzərinə işıq şüası düşəndə bitki fotosintez edir. Fotosintez edirsə üzüm maddə hasil edir və bu zaman tərəzinin B istiqaməti daha ağır olacaq. Çünki təcrübənin əvvəlində canlılar eyni kütlədədirlər. Yəni tərəzi tarazlıqdadır. Tarazlığın B istiqamətində hərəkətinə səbəb, yəni B-nin aşağıya doğru hərəkətinə səbəb, daha ağır gəlməsinə səbəb üzüm maddə sintez etdikcə özündə üzüm maddə topladıqca ağırlaşması olacaq. Bu doğru fikirdir. Zaman keçdikcə A qabında oksigen qazının miqdarı artacaq. Xeyr, A qabında bitki, heyvandır və heyvan mühitdə olan oksigeni əksinə istifadə edib azaltmış olacaq. Artırır deyirsə, yanlışdır. Müəyyən zaman sonra B qabında karbon qazının miqdarı azalır. B qabı işıq düşdükcə fotosintez edir. Fotosintez zamanı karbon qazı udulur, oksigen qazı hasil olur deyə bu fikirdə doğru səslənir. Buradan cavabımızı müəyyən edirik. B bəndi. Digər təcrübə tipli sualımızla davam edirik. Aşağıdakı təcrübələrlə əlaqəli verilən fikirlərdən hansı doğrudur? Və bizə təcrübədə istifadə olunan bitkilərin uzunluqlarının fərqli olduğunu görürük. Şəkil 1-də deməli uzunluğu 1 metr, şəkil 2-də isə uzunluğu 0,5 metr olan iki bitki verilmiştir. Lakin bu bitkilərin diametrləri eynidir. Yəni gövdənin en kəsiyi eyni diametrdədir. Və doğru fikri bizdən istəyir. Baxırıq ki, şəkil 1-də uzunluğu, hündürlüyü daha doğrusu deyək, 1 metr olan bitkidə su damlalarının miqdarı daha seyrəkdir. Lakin hündürlüyü 0,5 metr olan bitkidə isə su damlaları daha sıxdır. Bu nə deməkdir? Bitkidə biz bilirdik ki, az öncəki suallarımızda da qeyd etdik ki, kök təzyiqi suyun gövdədə hərəkətində rol oynayır. Həmçinin yarpaqlar suyun gövdə ilə hərəkətində rol oynayır. Və gövdənin üst qatlarına doğru getdikcə kök təzyiqi azalır. Buna görə də daha aşağı qatda daha sıx su damlası görürdüksə, daha yuxarı qatda daha seyrək su damlasına rast gəlirik. Bunun səbəbi üst qatlara getdikcə kök təzyiqinin azalmasıdır. Bir doğru fikirdir. Su damlalarının əmələ gəlməsində buxarlanma prosesi rol oynamışdır. Xeyr, biz yarpaq görmürük burada. Bəli, biz qeyd edirik ki, deməli, bitkidə suyun hərəkətində, gövdə ilə suyun hərəkətində bir yarpağın sorucu qüvvəsi, iki kök təzyiqi rol oynayır. Axı burada yarpaq yoxdur. Biz yarpağa görə su damlalarının buxarlanma tezliyini müəyyən edə bilməyəcəyik burada. Ona görə fikir yanlışdır. Kəsilmiş gövdələrin uç hissəsində damlaların yığılma miqdarı gövdənin qalınlığından asılıdır. Biz sualın əvvəlində qeyd etdik ki, diametrlər gövdədə eynidir. Gövdələrin diametri eynidirsə, o zaman burada diametrin qalınlığının bitkidə o su damlalarının sıxlıq və seyrəliyində rolu olmadığını qeyd edəcəyik. Cavabımız olur buradan A bəndi. Davam edirik 15-ci sual ilə. Aşağıdakı iki ləpəli bitkinin kökünün uzunluğuna kəsiyi göstərilmişdir və X ilə işarə olunan hissə haqqında doğru fikir bizdən istəyir. X bizdə kök təzyiqidir. Kök təzyiqi, üzr istəyirəm, kök üsküyüdür. X bizdə kök üsküyüdür. Kök üsküyü kökün ucunu zədələnməkdən qoruyur və kök üsküyü haqqında doğru ifadələr istəyir. Kök üsküyü adlanır, bu doğru fikirdir. Kökün ucunda olan törədici toxuma hüceyrələrinin zədələnməsinin qarşısını alır. Bəli, doğru fikirdir. Kökün ucunu zədələnməkdən qoruyur. İfraz etdiyi maddələrin hesabına kökün daha dərinə getməsini təmin edir. Bəli, bu da doğru fikirdir. 16-cı sualla davam edirik. Yarpaq damarlanması aşağıdakı kimi olan A və B bitki növləri ilə əlaqəli aşağıdakı ifadələrdən hansı yanlışdır? A bitkisində damarlanma paralel, B bitkisində damarlanma torvari şəkildədir.
A bitkisinə aid yarpaq damarlanması paraleldir. Bu doğru fikirdir. B bitkisi buğdada olur. Xeyr, buğda paralel damarlanır. B torvari damarlanma təsvir olunmuşdur. Ona görə yanlışdır. A bitkisi birləpəli bitkidə ola bilər. Məsəl üçün buğda, qarğıdalı, bəli, bunlar da paraleldir. Doğru fikirdir. B bitkisi ikiləpəli bitki ola bilər. Bəli, ikiləpələrin əksəriyyəti torvari damarlanır. Cavabımızı müəyyən edirik. B bəndi. Çiçəkli bitkinin nömrələnmiş hissələri ilə bağlı yanlış fikri müəyyən edin. Birinci hissə bitkinin deməli çiçəyi, ikinci yarpağı, üçüncü gövdəsi, dördüncü isə kökü təsvir edilmişdir. Birinci hissədə həm meyvə, həm də toxuma başlanğıc verən hissəyə rast gəlin. Bizdən yanlış istəyir. Həm meyvə, həm də toxuma başlanğıc verən hissəyə rast gəlin. Bəli, birinci hissə nədir? Bitkinin çiçəyidir. Təbii ki, çiçəyin dişiciyinin yumurtalığından meyvə, yumurtacığından isə toxum yaranır. Bu doğru fikirdir. İkinci hissənin əsas funksiyası fotosintez və suyun buxarlanmasıdır. Bəli, ikinci hissə yarpaqdır. Yarpağın əsas funksiyası fotosintez və suyun buxarlanmasıdır. Doğru fikirdir. C variantı. Üçüncü hissə kök və yarpaqları bir-biriyle əlaqələndirir. Biz bilirik ki, gövdədə olan, kökdə olan su və mineral maddələr gövdə ilə yarpaqlara doğru daşınır. Yəni kök və yarpaqlar arasında əlaqəni gövdə yaradır. Bu da doğru fikirdir. Dördüncü hissənin funksiyası yalnız ehtiyat qida. Xeyr, yanlışdır. Az öncə qeyd etdik ki, kök bitkini torpağa bərk edir. Torpaqdan suyu, mineralı alır, ehtiyat qida maddəsi toplayır. Bunlar kökün funksiyalarıdır. Yalnız ehtiyat qida deyirsə, bu yanlış fikir olacaq. Davam edirik 18-ci sual ilə. Verilmiş hissələrin neçəsində tənəffüs və fotosintez prosesləri birgə baş verir? Deməli, fotosintez, zaten biz bilirik ki, hüceyrələrin hər biri deməli, tənəffüs edir. Əlavə olaraq fotosintez edənlər hansılardır ki, həm tənəffüs, həm fotosintez bir yerdə baş versin? Burada sütunvari toxum hüceyrələri 4 ilə göstərilib, xlorofilə malikdir, fotosintez edir. Süngərvari toxum hüceyrələri, üzr istəyirəm, sütunvari toxuma 5 ilə, süngərvari toxum hüceyrələri 4 ilə göstərilib. Burada sütunvari toxuma, burada süngərvari toxum hüceyrələri təsvir edilmişdir. Və bunların hər ikisi xlorofil pigmentinə malikdir, fotosintez edir. Bir də dəriciyin ağızcıq hüceyrələri xlorofil pigmentlərinə malikdir, fotosintez edəcək. Yəni 1 və 2 ilə göstərilən hissələr yalnız tənəffüs etdiyi halda 3, 4, 5 ilə göstərilən hissələr isə həm tənəffüs, həm fotosintez prosesini həyata keçirir. Yəni neçəsində deyərsə, üçündə hər iki proses birgə baş verir. 19 çiçəkli bitkinin toxumunun müəyyən bir zaman ərzində əmələ gətirdiyi karbon qazının miqdarındakı dəyişiklik verilmişdir və hansı zaman aralığında toxumu su udub çatladığı deyilə bilər. Biz bilirik ki, cücərən toxum tənəffüs edir, tənəffüs intensivliyi artır və cücərən anda ən maksimal halda karbon qazını ətraf mühitə vermiş olacaq. Yəni mühitdən oksigeni istifadə edib mühitə karbon qazını verdiyi hal olacaq ən belə deyək, intensiv tənəffüs etdiyi hal. Bu da su udub çatladığı dövrə təsadüf edəcək. Yəni 3 ilə göstərilmiş mərhələdə bitki toxumu daha intensiv şəkildə tənəffüs edib, daha intensiv şəkildə karbon qazını hasil edib və bu o deməkdir ki, artıq ən pik həddə toxumun su udub çatladığı dövrə təsadüf edib. Ona görə cavabımız olur C bəndi. 20-ci suala davam edirik. Sadə yarpaqlı bitkiləri müəyyən edin. Toz ağacı sadə yarpaqdır, lakin noxud cütlələkvari mürəkkəb yarpaqdır. Buğda sadə yarpaqdır, lakin çiyələk üçər mürəkkəb yarpaqdır. İnci çiçəyi sadə yarpaqdır, palıd sadə yarpaqdır. Göyrüş deməli təklələkvari mürəkkəb yarpaqdır, ağcaqayın isə sadə yarpaqdır. Göyrüş burada təklələkvari olduğuna görə, təklələkvari mürəkkəb yarpaq olduğuna görə bu cavabımız da yanlış səslənir. Olur cavabımız C bəndi. 21-ci suala davam edirik. Şəkildə yarpağın zoğ üzərində düzülüşü verilmişdir. Biz bilirik ki, bu növbəli düzülüşdür. Növbəli düzülüşə toz ağacı bitkisinə təsadüf edərək cökə, toz ağacı, alma, bu bitkiləri, günəbaxan və sairə bitkilərdə növbəli düzülüşdür. Oleander topalı, yasəmən qarşı-qarşıya, qatır quyruqlu topalı düzülüşlü bitki olacaq. Hansı bitkinin yarpaq damarlanması şəkildəki kimi deyil? Şəkildə torvari damarlanma təsvir edilmişdir. Çinar torvari damarlanır, palıd torvari damarlanır, üzüm torvari damarlanır. Qamış taxıllar fəsiləsinə aid birləpəli bitkidir və paralel damarlanmaya malikdir. 23-cü sual şəkildə bitkinin gövdə şəkil dəyişməsi doğru göstərilməyib. Noxud belə deyək, noxudda şəkil dəyişmə, bığcıq şəkil dəyişməsi var, lakin bu bığcıq
gövdənin deyil, yarpağın şəkil dəyişməsidir. İt burnunun deməli gövdəsi tikana çevrilib. Bu doğrudur. Kartofun gövdəsi gövdə yumurtasına çevrilib. Doğrudur. Sonra çayırın gövdəsi kökümsova çevrilib. Doğrudur. Lakin noxudun gövdəsi deyil, yarpağı bığcığa çevrilmişdir. Yanlışımız A bəndi olacaq. 24-cü suala davam edək. Mürəkkəb yarpağının quruluşu şəkildəki kimidir. Bu barmaqvari mürəkkəb yarpaqdır. Noxud cütlələkvari, akasiya təklələkvari, çiyələk üçər mürəkkəb yarpaq quruluşuna malikdir. At şabalıdı isə barmaqvari mürəkkəb yarpaq quruluşuna malik olacaq. Və nəhayət 25-ci sualımız. Hansı bitkiyə aid yarpaq verilmişdir, verilməmişdir? Verilməmişdir. Birinci cütlələkvari yarpaq görürük. Bu noxudda rast gəlinir. İkinci barmaqvari yarpaq görürük. At şabalıdında rast gəlinir. Üçüncü üçər mürəkkəb yarpaq görürük. Bu da çiyələk bitkisində rast gəlinir. İnçəyi bitkisinin yarpağı mürəkkəb deyil, sadə yarpaq quruluşuna malikdir.